Aysel. Kötülerin dostluğu, iyilerin düşmanı. Gece vakti beni niye zahmet ediyorsun? Aysel, suda bir nəfər var, onu boğmaq lazımdır. Çox xahiş edirəm. Bu derdə. 3 kişinin həyatında dənizdə çimçim eləmək, özü də əri də orada, ha da bizə belə ər lazımdır. Mən paryatçısını mujikəm, paryatçısını mujik yaşayıram, ətrafımda Bu tumanıcırıq feministlər tumanlarını çəkəcəkdilər başlarına. Haşa. Elə xəstəsən özünsən, psixik xəstəsən sən. Salam dostlar, xoş gördük. Əziz dostlar, videonu həmişə axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. A-Class dondurmaları. Keyfiyyətə önəm verənlər üçün. Değerli dostlar, Amerikadan, Koreyadan, Çindən avtomobil sifariş eləmək istəyirsiniz, amma hər kəsə güvənmirsinizsə, mütləq mənim WhatsApp nömrəmlə əlaqə saxlayın. Hər 3 ölkədən sizin üçün avtomobil gətirə bilərəm tam etibarlı şəkildə. mən paryatçısını mujikəm, paryatçısını mujik yaşayıram, ətrafımda avara, blatnoy bratva, sokak çocukları, özümüzdə sokak çocuğuyuz. Anormal insanlardır da, yəni psixoloji vəziyyəti normal olmayan insanlardır. Bu tip yeniyetmələr, gənclər doludur təbii ki. Məlum məsələdir, biz küçələrdə görürük. Bu indi özünə küçə uşağı demədim, küçə uşağı biraz şey səslənir deyə. Dedi, sokak çocuğuyam, yəni Türkiyə türkçəsində sokak çocuğu. Yəni bizdə bir sizə küçə uşağı deyəndə belə biraz təhqir kimi çıxır. Ona görə küçə uşağı deməli. Amma mən deyirəm, sokak çocuğu, qaqaş, küçə uşağı deməkdir. Sən belə çıxır ki, küçə uşağısan. Küçə uşağı. Nə bilim, bu beyinlə təsəvvür edin ki, bu evlənəcək. Bunun oğlu və yaxud da qızı olacaq. Övladı bundan nə götürəcək? Demirəm, biz belə ideal insanlarıq. Amma bu təfəkkürdə olan bir gəncdən nə nəsil əmələ gələcək? Valla, yaxşı ki, yaxşılar var. Bir ara təzə dəb düşdü. Şarın içinə doldururlar, məsələn də çəhrayı və yaxud da mavi. Oğlan olubsa mavi, qız olubsa çəhrayı. Oğlan gəlir, atası partladır, partlayır, oğlum olacaq ya da nə bilim qızım olacaq, sevinirlər, qeyd edirlər. Nə fərqi var? Oğlun oldu və yaxud da qızın oldu. Nə fərqi var? O qədər yolları yoxladılar, axırda da gəldilər bu yük maşını ilə şey elədilər ki, erkək. O, hətta təsəvvür edin ki, maşını elə gəlir. Birdən tormuzu tutmadı, əyləc sistemi işləmədi, çıxdı, üçümüzü də keçdi üstündən. Nə yeni gələcək uşaq olacaqdı, nə sən, nə arvadın, nə də ki, o yanımızdakı balaca uşaq yəni, düşüklükdür. Belə düşüklük adətən çox zaman dediyim kimi mal insanlardan çıxır. Yəni, normal insan, dünya görüşü yerində olan insan belə şey eləmir. Haşa. Haşa. Deməli, avtobusda bir tərbiyəsiz, mal, eşşək bir qadın arvad, Çin vətəndaşıdır, ya Koreyadır, Yapondur, bilmirəm. Onu avtobusdan qovur ki, paşot, nə bilim nə, bir sözlə mədəniyyətin göstərir, dırnaq arası mədəniyyətin. Qovur ki, bu xəstədir, filan bəsməkan. Orada da o qədər insan var, heç biri durub qadını kənara itələmir ki, sən nə edirsən? Sən ölkəni nə biabır edirsən? O Yapon gedəndə deməyəcək, o öz ölkəsinə ki, məni avtobusdan qovmaq istəyən, ruhi xəstə, başı çatmayan, qanmaz bir adam. Deyəcək ki, Azərbaycanda belə bir şey elədilər. Bax, Azərbaycanda bu potensialda olan insanlar çoxdur. Bu deyil, çoxdur. Məsələn, xaricdən gələn əcnəbi turistlərə qarşı hörmətsizlik eləyən, onlara qarşı, nə bilim, min cür, belə deyək, dırnaq arası mədəniyyətini göstərən adamlar çoxdur. Bu tək deyil. İndi bu videoya düşüb deyə biz tanıdıq bunu, amma tanımadıqlarımız da var. Mən orada olsaydım,
qadını çəkərdim kənara. Əl qaldırmazdım. Çünki mən qadına əl qaldıracaq dərəcədə aciz deyiləm. Amma çəkərdim kənara. Deyərdim, mal, neyinirsən? Sən kimsən cəmaatı avtobusdan qovursan? Elə xəstəsən özünsən. Psixik xəstəsən sən. Sən normal insan olsaydın, hansısa ölkəmizə qonaq gəlmiş bir xarici vətəndaşı avtobusdan xəstə paşol deyib qovmağa çalışmazdın. Oradakı susan adamlar da onun ağlındadır. Çünki orada biri bir kəlmə qadına demədi ki, sən neyinirsən? Başın xarabdır. Demədilər. Çünki elə onun ağlındadılar. Deməli, bir xəbər var. Uzun-uzadı oxumaq istəmirəm. Bir çoxunuz yəqin ki, görmüsünüz bunu. Bir qadın, deməli, itələyib həyat yoldaşını, onun həyatına son verib və qadına çox az iş veriblər, bəraət alıb. Nəysə də, uzun sözün qısası. Əgər bunu bir kişi eləsəydi, bu tumanıcırıq feministlər tumanlarını çəkəcəkdilər başlarına. Amma indi səsləri çıxmır, çünki ölən kişidir. Yəni, dostlar, belə şeylər də olur. Ona görə də ətrafınızda insan haqları, insan hüquqları deyə bar-bar bağıran hayasız çuşqa tayfaya inanmayın. Onların güya ki sizin haqlarınızı qoruyurmuş kimi özlərini göstərməsinə inanmayın. Yəni, kişi öldü, getdi və salam, işdə bağlandı. Belə, kişinin yəni, həyatı heç nədir. Kişi əzilməlidir, kişi müharibədə ölməlidir. Yəni, müasir çuşqaların fikirlərinə görə. Kişi yararsız bir varlıqdır. Halbuki bütün insanlar eynidirsə, qadınla kişi eyni bərabər hüquqa malikdirsə, o zaman yəni, siz dalınızı cırırsınızsa, kişi üçün də cırmalısınız. O hayasız çuşqa feministlərə üzümü tutub deyirəm. Deməli, bir bloger var. Nəysə, 3-cü dəfədə ərə gedib. Öz işidir. Yəni, ərə getməkdə ona heç kim irad tuta bilməz. Yəni, qeyri-legal yaşamayıb. Ərə gedib, yəni. Aysel. Kötülerin dostu, iyilerin düşmanı. Gece vakti beni niye zahmet ediyorsunuz? Aysel, suda bir nəfər var, onu boğmaq lazımdır. Çox xahiş edirəm. Bu derdə. Zəhmət olmasa. Yenə deyirəm, dostlar. Özləri bilər. Əri, necə deyərlər, göz yumur, atası göz yumur. Nə istəyir, özü bilər. Yəni, insanların şəxsi həyatına qarışmaq olmaz. Kimsə gedir, nə bilim, 5 nəfərlə yatır, 5 nəfərlə lütləşir, özü bilər. Bunun həqiqətən heç kəsə adiyyatı yoxdur. Bir insan, yenə deyirəm, xəyanət eləyir, o bilər, ailəsi bilər. Bunun ictimaiyyətə dəxlisi yoxdur. Amma sən bunu yayımlayırsan, şəkil çəkib paylaşırsan, izləyiciləri və göstərirsənsə, pox yeyirsən. Soruş niyə? Çünki sən bunu normallaşdırırsan. Ya bilərəkdən eləyirsən, ya da bilməyərəkdən. Amma sən bunu normallaşdırırsan. Bir qız da baxır yeniyetmə, deyir ki, 3 kişinin əhatəsində dənizdə çimçim eləmək, özdə əri də orada, ha da bizə belə ər lazımdır, belə bizə gözü ilə görən ər lazımdır və istər-istəməz onun psixologiyası pozulur. İndi hamısına aid deyil təbii ki. Mən heç kimin şəxsi, özəl həyatına, yatağına qarışan adam deyiləm. Amma sən bunu təbliğ eləyirsənsə, sən bunu paylaşırsansa, bayaq dediyim kimi, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.